Yazıb ki, necə olur 5 metrəlik 50 manata, 10 metrəlik 180-da. Niyə? Niyəsini qardaş bax izah edirəm. Bu 5 metrəlikdir, bu da 10 metrəlikdir. Düzdür? Sən bununla bunun fərqini görürsən. Bax qardaş, bu yığılıb 20-nin 40-a ilə, yəni 2-nin 4-ə profilə, 2-nin 4-ə profilə. Bu yığılır 40-ın 40-a ilə. Bu yığılır içi boş, bu yığılır içi ziqzaqlı. Bununla buna eyni material getmir. Əziyyəti də eyni deyil. Bunu yığmaq daha çox vaxt axılar, daha çox əziyyətli, daha çox material gedir. Başqa necə rahat izah edeyim? Yəqin ki, bu videodan sonra başa düşərsən də səbəbini. Böyük məsafələr, yəni bu materialla 5, 6, 7, 8 də müştərilər istəyir, mən razı olmuram. Yığıram, yəni böyük məsafə 8-ə böyükdür. Bu 5, 6, 7-yə yaxşıdır. Artıq 6, 7, 8 yığılır 40-ın 40-a ilə, içi boş. 8-50-yə kimi. 9 daxil olmaqdan 10-dur, 11-dir, 12-dir. Yığılır 40-ın 40-a, içi ziqzaqlı formadır. Qiymət fərqlərini indi izah edə bildim necə, niyə, səbəb nədir? Nəsə də qaranlıq qalsa, yorum bölməsinə yazarsan cavab verəm əziz qardaşım. Kimə nə qaranlıq qalır ümumiyyətlə yazın ki, mən sizi tam fikrimi izah edə bilim. Siz fikirləşirsiniz ki, 5 metrəlik 60, 6 metrəlik 5.50-yə, 6.60-a, 7.70-ə deməli 8.80-ə, 9.90-a, 10 da 100-ədir. Elə bir şey yoxdur qardaş. Mən elə bir şey də deməmişəm. Heç bir videomda da yoxdur. Çalışam hər şeyi aydınlaşdırım ki, kiməsə qaranlıq qalmaz. Hamınız əziyyət çəkirsiniz, alnınızın tərini iş qoymaq istəyirsiniz, iş görmək istəyirsiniz. Mən də halallıqla hər şeyi istəyirəm görüm, təhvil verim, halallıqdan qazanaq. Da bundan o yüzden nə deyim sizə? Hamısı müştərinin sifarişləridir. Yığılır, hazırlanır, birbaşa ünvanınıza göndərilir. Bayrama kimi göndəriləcək işlər, bir də bayramdan sonra göndəriləcək işlər var ki, hamısı işlənir. Allah çoxlu xeyir versin. Videonu bəyənin, paylaşın, ehtiyacı olan hər kəs yararlansın.